Salamlayıram sizləri, izləyicilərimiz. Old Cup 35 Plus'un ikinci turun ikinci qarşılaşması. İxlas FK və Qocalar Evi. Yenə də həmçinin dəyərli qardaşım, dostum Yunis İsayev, spiker yanımdadır. Və Mən də hər birinizi salamlayıram. bəli, buyur. Çox maraqlı oyundu həqiqətən. İlk turda 11-2 hesablı məğlubiyyət Qocalar Evi, 7-2 hesablı məğlubiyyət İxlas. Hər iki komanda bu gün qələbəyə acdır. Qələbə qazanması meydana çıxır. Yeni oyunçular var hər iki komandada. Bəli. Heyətləri daxil edə. İlk öncə Qocalar Evin heyətlərini Yunis sənə zəhmət olmasa. Qocalar Evi komandasına qapıdan Məhərrəmov Ceyhun, Əliyev Ruslan, Sədərov Elvin, Quliyev Bəxtiyar, Hüseynov Elvin, İsmailov Roman, Cinadov Rıfat, Feyziyev Məzahir, Kərimov Fərid, Cəfərov Trol, Quliyev Coşqun. Bəli. İndi isə İxlas komandasını heyətlərini açıqlayacağam. Bugün kapitan kimi Ramili görürük. Ramil. Yanlışlıq var, bir dəqiqə səbirli olun. Bir daha bildirəcəm. Kapitan Ramil Kazımovdur. Bəli, bir dənə Yunis. Nömrəli forması ilə. Bəli. Komanda əsas kaptanı Zamik Qulamovdur. Zamik Qulomov hələ ki yoxdur. Yəqin ki irəliləyən dəqiqələrdə özünü çatdıracaq. İxlas komandasında da qapıda Cavodov Elçin, Məmmədov Emil, Şuxaliyov Elçin, Kazımov Ramil, Mənsimov Mirqubad, Qulamov Zamik, Hacıyev Elşən, Abbasov Elmar. Bəli. Ki heyətdə olan həm veteran oyuncu Mənsimov Mirqubad, bizim dəyərli spikerimiz, həm də operatorumuz təşkil edən Mənsimov Ceyhunun atasıdır. Bəli, çox sağ ol, təşəkkürlərimi bildirirəm Yunis. Qeyd edim ki, ilk oyunlarında İxlas komandasına Rafət İsayev də oyunda görmüşdü İxlas komandasında. O da dəyərli spiker Yunisin atası idi. Hər iki ağsaqqala cansağlıq arzulayırıq və oyunlarda onları görmək istəyirik. İxlas komandası hələ ki hücumda. Bəli, top kapitandadır. Ramil irəliləyir. Ramil Emil'lə oynayır. Emil cinahı dəyişir. Elmardadır top. Elmardan uzun bir pas. Kapitan qoymalı topu çıxsın. Elçinlə oynadı. Elçindən gözəl ara pası. Nə edəcək? Emil idi bu. Geriyə Elşənlə oynadı. Elşən kapitan. Bəli. Son çempionudur. Çempion heyətin. Bəli. Suraxan komandasında oynayırdı. Veteranlar Liqasının 3-cü sezon qış mövsümünün qalibi idi. Hal-hazırda da topu o yerinə yetirəcək. Rəqibdə kapitanı sahasında olan, hal-hazırda topla olan Ramil də həmin final heyətində, final oyununda məğlub olan tərəf idi. Elşənə məğlub olan tərəf idi ki, bugün ikisi də eyni heyətdədirlər. Bəli. İxlas komandası haqqında da bölüşdük fikirlərimizi. Qocalar Evindən də danışaq. Qocalar Evi ilk oyunda heç də yaxşı nəticə göstərməmişdi. Baxaq bu ikinci turun ikinci qarşılaşmasında nə edəcək? Məncə Qocalar Evi bu oyuna yaxşı hazırlaşıb. Baxaq nə nəticə göstərəcəklər. Həqiqətən də maraqlıdır. Top Emildədir. Emilin pası Elçin. Elçin cinahı dəyişir. Elmarın zərbəsi qapıçı yerindədir. Qeyd edək ki, Elmarın da gözəl zərbələri var. Baxaq nə edəcək. Çox şadıq ki, ciddi zədə almışdı. Qabırğa sınığı zədəsi almışdı. Çox şükür ki, aramıza tez qayıtdı. Bəli. Tez qayıtdı. O da İxlas komandasının dəyərli oyunçuları. Bəli, əsas odur futbolsuz qalmadı, sağlamdır. Onu görmək həqiqətən də xoşdur. Elmarı həmişə biz İxlas komandasında görmüşük Veteranlar Liqasında. Old Cup 35 Plus'da da Elmar var və iştirak edir. Hal-hazırda da oyundadır. Qocalar Evi irəliləyir. Pası kapitanla. Kapitan yox, dəqiq olmadı. Məncə bu zərbə idi. Pas kimi görünsə də. Top İxlas komandasındadır. Elçinlə oynayır. Elçindən Elmara pas. Elmar irəliləyir. Kapitan uğurladı topu. Kapitanından gözəl hərəkətlər görür. Topla rahat oynayır. Yenə kapitan. Kapitan nə edəcək?
Rüfətli kapitan adı qeyd edək ki, topu çıxmağa qoymadı. Bəli, çıxdı. Top İxlas komandasındadır. Elşən. Qocalar evi komandasında, yəni forma hələ ki hazır olmadığı üçün adları çəkməkdə əziyyət çəkirik. Bəli, bəli. Üzrlə sabiliyyəsiniz. İnşallah Məncə bu bütün komandalar xırda problemlərdir. Bəli, bütün Bəli, həll komandalar olacaq. formalar rahat şərh eləyərik, rahat danışarıq. Bəli, bəli. Elşən topu yerinə yetirdi. Elçindədir. Kapitan pas istəyirdi, amma pas gəlmədi. Hücum ola bilər Qocalar evindən. Boşluq var idi, yox. Müdafiə tez yetişir və pas da dəqiq olmadı. Qapdan zərbə olacaq. Məncə biz bu gün Elşənin adını deyəndə çempion deyə qeyd eləyək. Elə deyirsən, Yunis. Bəli, adam çempion komandanın bel sümüyü idi, müdafiəçisi idi. Həqiqətən hər oyunda möhtəşəm oyunu var idi. Uzun bir pas. Gold Cup'da da İxlas Cup. komandasının gücünə güc qatacaq. Bəli, bəli. Emilin pası keçmədi. Emil oynadı. Elçində top. Elman birbaşa zərbə dəqiq olmadı. Çərçivədən yan keçir. Qapçı topu yerinə yetirəcək 1 nömrəli. Bəli, Qocalar evi time-out. Time-outdan sonra video davam edəcək. Bəli, time-out bitdi. Topu Qocalar evi yerinə yetirir. Top kapitandadır. Rüfət. Uzun bir pas. Save çempion. İxlas komandası topu uğurlayır. Elçindən Ramilə pas. Kapitan. Yenə Elçinlə oynayır. Qapçının qoşurlar bura. Qapçı nə edəcək? Qapçıdan uzun bir pas. Qocalar evində top qalır. Dəqiq olmadı pas. Qocalar evi irəliləyir. Davam deyir. Bizi verək ki, ilk golu kim vuracaq? Hansı komanda vuracaq ilk golu? Məncə ilk gol Mən Qocalar evi. Yox. ya Emil ya Elmar. İlk oyunda sənin dediyin olmuşdu Yunis, amma mən Qocalar evindən ilk qolu gözləyirəm. Baxaq necə olacaq. Gözləyək, görək. Bəli, respekt. Bir-birlə qucaqlaşırlar. Topun arxasına kapitan keçir deyəsən, Rüfət. Yox, 2 nəfər oyunçu gördük. Məncə Rüfət başlamayacaq. Canlı sədd qurulur qapçı tərəfindən. Elşənlə Elmar. Canlı sədddə qalıb. Bəxtiyardır bu. Bəxtiyar nə edəcək? Bəxtiyardan pas. Yox, Bəxtiyara top çatmadı. Topu itirdilər. Həqiqətən. Komandanın adlarına fikir verirəm. Komandaların çox maraqlı adları var. İxlas komandası, yəni Gözəl atdı. kapitanın seçdiyi ad, Zamiq Qulamovun seçdiyi ad həqiqətən də mükəmməl bir addır. İxlaslı olsun təkcə hamı. Bəli, bəli. Digər tərəfdə isə çox kreativ bir ad. Veteranlar liqasında Qocalar evi adı həqiqətən çox maraqlı. Bəli. Qocalar evi olsa da mən deyərdim ki, qoca yoxdur komandada. İxlas komandasında daha çox. Məncə ruhları qoca olanlar Bəli. seçiblər. Kreativlik olsun. Qeyd edim ki, Qocalar İxlas komandasında 1967-ci təvəllüdlü 2 oyunçu var. Biri Rafət və Bəli. Qasımov, Mirqubad. Bəli. Düzgün vurğuladın. Ramil nə edəcək? Zərbə olacaqmı? Yox, çönür geriyə. Elçindən gözəl pas. Kapitan zərbəsi dəqiq olmadı. Ayağını tutur. Bəli, deyəsən damarını dartdı. Amma davam edir, oyundadır. Qocalar evindədir top. Geriyə müdafiəçisi ilə oynayır. Çox maraqlıdır. Samanda ilk oyunda 11 Bəxtiyar. məğlubiyyət və ikinci oyunda çox gözəl oyun göstərir. Bəxtiyar gözəl hərəkətlər görürük. Nə edəcək? Zərbəsi qapçı yerindədir. Görünür ki, yəni dərd çıxardıblar. Dərd çıxardıblar görünür məğlubiyyətdən. Top yenə Qocalar evində qalır və 6 kapitan yerinə yetirəcək. Ayaqla başlanılır. Kapitan topu yerinə yetirdi. Geriyə oynayır Bəxtiyar. Bəxtiyar müdafiəçisi ilə oynayır. Bitirdimi? Yox. Top müdafiəçidə qalır. Qocalar evi baxaq nə edəcək? Təhlükəli hücum olacaq zərbə. Üstdən zərbə. Bəli, kapitan blok qoyur. Hələ ki Qocalar evi biraz daha baskılı, daha öndə oynayır və Sanıram ki, mənim dediyim olacaq Yunis.
Qocalar evi sevindirəcək bizi. İlk oyunda da belə idi. Yəni yadımdadır, Qoca Senior baskı edirdi. Əks hücumlara bel bağlayırdı Göradil komandası və qol da elə vurdular. Bəli, bəli. Eksikliyə yaxladılar və Çox maraqlı oyun getdi. Mahir orada hesab açdı. Hər iki komanda bir xal qazandı, qeyd edək. Sonrasında Elçin hesabla eləşdirdi və 1-1 bitdi həmin oyun. Bəli. Ümid edirik ki, bu oyunda da bol qollu, ədalətli və gözəl qarşıdurma izləyərik. Bəxtiyar nə edəcək? Bəxtiyar arapası keçmədi Elşən. Emil oynayır. Emildən kapitan apar. Oy 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 oy! Yanlış kapitandan böyük səhv və qol. Bəli, kapitanla sevincini bölüşdü. Qol vuran oyunçu. Həmən dəşliyə gedir Qocalar. Bəli, Yunus, dediyim kimi Qocalar evi. Bu dəfə sən düzgün təxmin etdin. Təbrik edirəm səni. Yəni bizdə isə hesab 1-1 deyərdim Yunus. Kapitandan böyük səhv gəlmişdi. Ramildən. İxlas geriyə düşür. Bəxtiyarladır top. Bəxtiyar gözəl pası gecikdi. Topu uğurladı İxlas komandası. Yox, Qocalar evində top. Nə edəcək? Pas gələcəkmi? Yox, alınmadı və topu uğurladılar. Elçin. Bəli, Elçin gözəl uğurladı. 14 nömrəli oyunçu idi və topu itirdi. Yox. Top itirmələri. Top qapıçıya gəlir. Emil topu qəbul edir. Müdafiəçisi ilə oynayacaqmı? Yox. Out. İxlas komandasını topu yerinə yetirir. Uzun bir pasını görəcəyik. Yerlə pas. Elmardadır top. Elmar gözləyir. Müdafiəçisi gəldi Emil. Mən səni əmin edə bilərəm ki, video. Pas gözəl idi. Elmardakı Bəli. düşüncə anda qapıya zərbə endirməkdir. Məncə yox. Qapıya baxıb zərbə endirmək istəyir və həqiqətən də çox gözəl qolların görmüşük onun. Ayaq Mən, ucu ilə möhtəşəm. mən deyərdim ki, Elmar çox ağıllı oyunçudur. Sən zərbə deyirsən, amma həmin məqamda zərbə olmadı. Pas verdi Elmar. Məncə Elmar bu oyunda assist edəcək. Baxaq nə olacaq. Görək. Məncə ilk qolu da İxlas komandasına Elçin vuracaq. 14 nömrəli oyunçu. Baxaq təxminlərimiz necə olacaq. Top oyunu tərk edir. İxlas komandasının qapıçısı topu yerinə yetirəcək. Yanında iki müdafiəçisi Elşən və Ramildir. Elşənlə oynayır. Top Elşəndədir. Çempion denən ona çempiondur. Son Ara pası gözəl keçdi Elçinə. Elmardadır top. Elmarın pası dəqiq olmadı, out. Amma top yenə İxlas komandasıdadır və topu Elmar yerinə yetirdik. Kapitanla oynayır. geri döndü, gəldi, çıxdı Zamik Qulamov. Bəli, bəli. Top Artıq İxlas komandası Elçindədir. niyyəti yoxdur. 2 oyuna 0 qələbə çox acı olar İxlas komandası üçün. Qrupda vəziyyəti çox pis çəkər. Bəli, bu bilmək olmaz futboldur. Hesabda da Qocalar evi öndədir. Baxaq İxlas komandası nə edəcək. Həqiqətən də İxlas komandasına bu gün gözəl oyunçular gəlib. Old Cup-da heyətlər açıqlananda Bəli. Ağız üzərində ən güclü heyət deyərdim ki, İxlas komandasında idi. İlk oyunda da həqiqətən pis oynamadılar, amma rəqib komandanın gözəl oyunu, best komandası isə eləmirəmsə, gözəl oyunu var idi və İxlas komandasının alınmayan oyununa görə 7-2 məğlubiyyət gəlmişdi. İndi də hələ ki İxlas komandası istədiyi oyunu oynaya bilmir. Mən isə İxlas komandası deməzdim. Muradoğlu komandası daha çox kağız üzərində çox güclüdür. İlk oyunda da 7-5 qalib gəldilər, amma deməzdim ki, kağız üzərində daha yaxşı nəticə olur. Necə ki 7-5 hesab oldu. Yəni bu çempionatda həqiqətən də bilinmir. Elə qoca oyunçular var ki, elə oyun göstərirlər ki, kağız Yox, yəni böyük rol oynamır həqiqətən də. Əgər kağız üzərində olsaydı hər şey, dünyada Ronaldo və Messi'dən başqa heç kəs kubok qazanmaz. Bəli, bəli. Siz üçün vurğuladım. Qeyd edək ki, Ronaldo Portuqaliya çempionatı tərk etdi. İndi isə gözlərdə daha çox Messi'dir. Messi'ni də bir formada gətirirlər artıq sənə doğru aparırlar. Hakim səhvləri ola bilər Yunus. Mən səninlə razılaşmıram, amma həqiqətən də Messi son oyunda çox gözəl oynadı. Əsas odur ki, bizim Old Cup-mızda hakim səhvləri olmasın. Bəli, bəli. Fərid Məmmədovdan belə şeylər görmürük. Hakim peşəkar hakimdir. Görməmişik və olmaz inşallah. Ara pası dəqiq olmadı, qapıçıdadır. Top Elçindədir, Elçin irəliləyir.
Elçinin pası dəqiq olmadı. Qocalar evində top. Geriyə bir pas. Silahı dəyişirlər. Paslaşmalar görürük Qocalar evində. Uğurladı, kapitanı uğurladı və keçə bilmədi. Qapıçıdan blok var idi. Kaptan neynir? Bəli, kapitan hələ ki rahat oynamır. Sanki ayağını dartır kapitan. Ramil'i belə görməmişik, belə öyrəşməmişik. Bəli, Turan Falcao'sun kapitanıdır Ramil. Yəni finalist komandadır. Yəni Ramil gözləmirik biz artıq ikinci səhv idi. Qolla bəli, yaxşı çıxış eləyə bilmir hələ ki. Görək nə olacaq. Emilin pası keçmədi Elmara. Blok qoyuldu. Qocalar evi. İxlas komandası yerinə yetirir. Elçinin zərbəsi dəqiq olmadı. Top meydanı tərk edir. Qapıçı topu yerinə yetirir. İxlas komandası və fərdi oyunlarda səhvlər eləyirlər. Uzun bir pas. Dəqiq olmadı. İxlas komandası fikir verirsənsə çox tələsir. Bunun da səbəbi odur ki, hesabda geridədir. Ondan da kifayət qədər vaxt var. Təslimə Bəli, 17-ci dəqiqədir hal-hazırda. Birinci isə bitməyib. Bilmək olmaz nə olacaq. Top Qocalar evindədir. Oyundu, hakim üstünlük prinsipini əməl elədi. Arqa dərбə var idi. Ara pası dəqiq müdafiə. Dirək İxlas komandasını qoldan xilas elədi, bəli. Ramildədir top. Ramil gətirdi. silahı dəyişir, çempion deyək. Əlbəttə çempion. Emildən Zamiq oyuna daxil olur, bəli. Elçinin yerinə, yox, Emilin yerinə. Yox, Elmar yoxdur oyunda. Bəli, Elmar oyunu tərk edib. Zamiq oyundadır. Emilə pas. Emilin zərbəsi qapıçı yerindədir. Məncə top üzərinə gəlmişdi və rahat blok qoydu. Var idi amma zərbə icazə verdi bax məşqçi. Bəli. Üzr istəyirəm hakim. Emil çatacaqmı? Qapıçı da çıxır. Qapıçı uzaqlaşdırır və out İxlas komandasındadır. İki kapitan da oyundadır, bəli. Zamiq və Ramil. Gözəl heyət qurublar, amma ki geridədilər hesabda. Qeyd edək ki, İxlas komandasında 2 zamen oyunçu var. Elmar və Mirqubad. Topu Qocalar evi yerinə yetirəcək. Veteran oyunçunu Mirqubad Mənsunovu meydanda görmək istəyirik. Mirqubad Mənsun oyunlarını mən bildiyimə görə komanda onu oyuna daxil etsə, nəsə edə bilər, bəli. Təcrübədir. Allah ömür versin. Canlı təcrübədir. İllərin futbolçuları. Oyunu çox yaxşı gör həqiqətən də. Baxaq necə olacaq. Lozerbass! Dəqiq olmadı. Tez başladı İxlas komandası. Zamiq irəliyir. Elçinin zərbəsi. Top qapıdan yan keçir. Az qalmışdı həqiqətən də. Necə bir anda Komandası sevindirənmədi. Bir anda qızışan oyun. Məncə Zamiq oyuna daxil olan kimi İxlas komandası fərqli oyun göstərir. Baxaq necə olacaq. Qocalar evindədir top. Müdafiəçi fikirləşir. Uzun bir pas Elşəndən keçmədi. Top Zamiqdədir. Zamiq oynayır topla. Elşənlə oynadı. Elşən. Gözəl pası. Top çıxmayıb. Elçindədir. Elçin Ramillə oynayır. Top istəmək lazımdır. Ramildən pas keçmədi. Yox, blok qoyuldu. Zamiq topu yerinə yetirəcək. Emilin pası dəqiq olmadı. Elçinlə bir-birini anlamadılar. Top tərk edir. Görünən odur ki, İxlas komandası çətin olacaq. Mən hesab baxımından demirəm, göstərikdə oyun baxımından deyirəm ki, bu dəqiqəyə qədər hələ ki İxlas komandası komanda oyunu göstərə bilmir. Əksinə isə Qocalar evi komandası ilk böyük hesablı məğlubiyyətdən sonra çox gözəl hazırlaşdılar bu oyuna. Mən bildirmişdim zaten Yunus. Məncə Qocalar evi yaxşı gəlib. Həqiqətən də onu görürük. Canlı sübutudur. Bəli. Out. Qocalar evi yerinə yetirəcək.
Qeyd edim ki, 20-ci dəqiqə hal-hazırda bitir. Çox az qalıb ilk hissənin bitməyinə. Görək qol gələcəkmi ilk hissədə 5 dəqiqəyə? Baxaq hakim bitirəcəkmi? Qapıçı ilə qapıçı vaxtında qapısını tərk edir və out. İxlas komandası yerinə yetirdi. Elçin oynadı və passa çatdı Emil. Qoymadı top çıxsın. Cinahı dəyişir. Elçin nə edəcək? Geriyə oynayır Ramillə. Ramildən uzun pas. Topu qəbul edəmir Emil. Qapçı topu başladı. Müdafiəçidədir top. Müdafiəçidən pas. Qeyd edək ki, Qocalar evində kapitan qıraqda qalıb. Həmçində Bəxtiyarı görmürük. Həqiqətən də birinci qolda onların... Top çıxmışdı. Bəli, top dərk etmişdi. Çıxmışdı. Qocalar evi topu yerinə yetirəcək. Bəli, sözüm yarıda qaldı. Bəxtiyarla kapitan Rüfət zaməndə oldu. O hal-hazırda zamendədirlər. Onların yoxluğunda məncə Qocalar evi biraz rahat oynamır. Baxaq necə olacaq? Dəyişikliklər olacaqmı? Top İxlas komandasıdadır. Qapıçı ilə oynayırlar. Uzun bir pas. Cərimə. Cərimə zərbəsi. Elçin topu yerinə yetirəcək. Yox, buraxdı. Çempion. Elçinlə oynayır. Elçindən gözəl pas. Zamik nə edəcək? Görmüşük Zamik'i. Zamik topla oynayır. Qocalar evi sanki İtaliya müdafiəsidir həqiqətən də. Qapanıblar. Uzun bir pas. Topa çata bilmir Emil. Top Qocalar evi komandasındadır. Bəli, yerinə yetirir oyunçu. İlk son dəqiqələrində baxaq görək. 23-cü dəqiqədir. İzləyə biləcəkmi? Qocalar evi daha iştahlıdır. Sanki Bəli, nə edəcək? öndə deyil. Zərbəsi, uz zərbə. Məncə blok qoyuldu. Bəli. İkinciden zərbə yerinə yetiriləcək. Komandasının bütün oyuncular cərimə meydançasındadır. Bəli, müdafiəyə oturublar. Yenə ikinciden zərbə. Elçinə dəyir top. Çox maraqlı. Ev tapşırığı görəcəyik deyəsən. Azərbaycan sayağına oxşayır bu. Yox. Blok qoyuldu. Topu Qocalar evi daxil edir. Geriyə bir pas. Tələsmir bəli Qocalar evi. Hesabda öndədirlər. Bəli. Onlar üçün belə əsaslar daha maraqlıdır. Rəqib artıq vaxtdan daha çox səhvlər etməyə başlayacaq, daha çox isper almağa başlayacaq. Bəli. Topu qapıçı yerinə yetirir. Müdafiəçisi ilə oynayır. Çempion. Son 90 saniyə. Uzun bir pas. Qəbul gözəl oldu Emildən. Emildən yenə çempiona pas. Çempion Ramil oynayır. Ramil gözəl pası. Başa düşmədi. Elçinlə Emil bir-birini başa düşmür. Top Qocalar evindədir. Qocalar evi tələsmir, geriyə oynayırlar. Müdafiəçi ilə oynadı. Romandı bu. Romanın pası. Zərbə yox. Blok qoyuldu Ramildən. Qocalar evi topu yerinə yetirir. Tural geriyə oynayır. Roman. Ortaya pas. Eyşan uğurladı. Eyşan gol! Hesab bərabərdir. Çempion demişdi. Çempion komandasını sevindirir. Hesab 1-1. Həqiqətən də birinci hissə bitməyinə çox az qalmışdı və komandasının qolunu vurur və hesab 1-1 olur. İlk hissəyə daha motivasiyalı getməli idi İxlas və müdafiədən önə çıxıb, hücumun qarşısını kəsib və gözəl də qolla tamamladı. İxlas komandasına yenidən can verdi. Və budur. Bəli, Fərid Məmmədov ilk hissəni bitirir. Bəli. İkinci hissə yenə start götürüb və biz artıq meydanda İxlas komandasının veteran futbolçusunun Mənsimov Mirqubad kişini görürük. Bəli, topu rəqib komandaya verdi. Gol gözləyirik. Düzdür, biz tərəfsiz mübarizə, tərəfsiz danışırıq. Qeyd edək ki,
veteran oyunçu da oyuna daxil oldu, amma Qozalar evində də Bəxtiyarı oyunda görürük. Həmçinin kapitan Rüfət də oyuna qoşulub. Bəli. İlk qol da həmçinin bu heyətlə vurmuşdu Qocalar evi. Məzahir fərqlənmişdi. Bəli, bəli. Məzahir hesabı açmışdı. Bəli. İxlas komandasında isə Elşən Bəli. qol vurmuşdu. Çempion dediyimiz oyunçu. Hacıyev Elşən. Bəli. Baxaq yenə qollar olacaqmı? Topun başında Ramildir. Ramildən uzun bir pas. Samiq topu saxlayır. Yenə Çempion. İxlas komandasının qolunun müəllifi Elşən. Yox, pas dəqiq oldu. Bəli, saxladı. Qoymadı topda tərk etsin Elçin. Elçin nə edəcək? Elçinin pası dəqiq olmadı. Out. İxlas komandasındadır. Geri oynayır Ramil. Ramildən ara pası. Qəşəng pas, amma heç kim yoxdur. Top tərk etmədi. Top İxlas komandasından tərk edir. 6 Qocalar evi yerinə yetirəcək. Hücumda da Qocalar evi komandası. Bəxtiyar. Bəxtiyarın zərbəsi dəqiq olmadı. Topu qapçı yerinə yetirəcək. Kapitan da meydandadır. Qapçı. Məmməd Ceyhun. Bəli, Ceyhun topu yerinə yetirdi. Elçin. Bəli, qapçının adı qeyd edək ki, Elçindir. Evet. Yanlışlıq oldu. Qocalar evi komandasının qapçısıdır. Bəli, bəli. Topun başında kapitan Rüfət. Məncə zərbə görəcəyik. Rüfətin zərbəsi azca aralı keçir. Qapçı topu yerinə yetirdi. Samiqdən uğurladılar topu. Artıq mübarizə görürük həqiqətən də. Top üstündə mübarizə var. Uzun bir pas. Samiq topa çatamır. Çata bilmədi. Top tərk edir meydanı. Uzun top oyuna qaçacaq. Qocalar evi komandasında. Müdafiəçisi ilə oynayır. Ara pası. Bəxtiyar gözəl keçdi. Yox. Qocalar evin zərbəsi blok qoyuldu Ramildən. Hücum davam edir altdan. Və top hərəkətdə. Bəli, bəli. Yoldaş hakim bunu görürdü. Top digər komandaya, İxlas komandasına keçir. Elçin də topun başında. Elçin Ramillə oynayır. Ramildən Elçinə. Elçin irəliləyir. Ara pası keçmədi, blok qoyuldu. Top tərk etmədi. Elşən blok qoyur və out. Uca boyundan üstünlük istifadə elədi. Bəli, topu da hal-hazırda çempion Elşən yerinə yetirəcək. Qolun sahibi həmçinin. Yenə Elşən. Elşənin zərbəsi bu səhər dəqiq olmadı. Qapçı topu yerinə yetirəcək Ceyhun. Hər şey gözləmək olur. Samiq. Top ilk dəfə idi. Qəbul edə bilir Mirqubad. Elşən. Bəli, bəli, yerindədir. Güclən zərbəsini Mirqubad yerinə yetirəcək. Nə edir? Ara pası keçmir. Müdafiədən blok qoyuldu. Bəxtiyar. Ya Ramil mübarizəsi. Bəxtiyar sıyrıla biləcəkmi? Yox. Müdafiəçi topu uzaqlaşdırır. Top Qocalar evində qalır. Ceyhun topu yerinə yetirdi. Kapitan Rüfət. Rüfət fikirləşir. Uzun bir pas. Bəxtiyar qəbul etdi bəli bunu. Bəxtiyar gözəl sıyrıldı Ramildən. Ramil nəsə Yunis. O deyil. Bəli. Ramil nəsə o deyil. Bizim müdafiəmizin məşhur sözü var. O Bəli. deyil. Əslində o döyülü tək demirdi, maşın o döyül deyirdi. Bunu biz Ramilə dedik. Out topa yetişəmədik. Elşən. Elşəndən Zamiqə pas. Zamiq nə edəcək? Fikirləşir. Bir Topla oynayır. Qəşəng hərəkətlər. Pası verdi. Buraxdı. Bir-birlərini başa düşmədilər.
Qozalar evi irəliləyir. Nə edəcək? Gözləyir. Kimi ötürsün? Bəli, müdafiəçisi ilə oynayır. Gözəl hərəkətlər. Böyle Ay ay ay. qolu vuran oyunçu pası dəqiq vermədi və out İxlas komandası. Zamiqdən pas. Topu saxlayır, amma yerdə qalır özü. Zamiqdədir top. Gözəl oynadı burada. Topu saxladı. Zamiq kimi ötürsün? Zamiqdə ara pası. Topa baxmırdı Mirqubad. Gözləmirdi o ötürməni. Top tərk edir. Onunla da daha çox müdafiə meyilli oyuncular çoxdur İxlas komandasında. Rüfətdən pas Bəxtiyar. Onu biraz Bəli. Gözəl blok gəlir. Yox, cərimə zərbəsi. Fərid Məmmədov deyir. Davam olmayacaq. Bizdən eyni fikirdə deyil. Bəli. Cərimə zərbəsinin qeydi oldu. Məncə heç nə yox idi. Amma hakimi çaşdırırlar məncə. Topun başında qol vuran oyunçunu görürük. Zahir. Bəli. Bundadır. Canlı sədd qurulur qapıcı tərəfindən. Canlı səddə 2 dənə oyunçu görürük. Qolu vuran oyunçu geriyə çəkildi bir xeyli. Nə edəcək? Zərbəsi top canlı sədd Eyşənə dəyir və out. Kapitan Rüfət oynayır. Nə edəcək? Qeyd edim ki, İxlas komandasında Elmar oyuna daxil olur. Əsas arxa düşələ. Rüfət irəliləyir kapitan. 2 kapitan mübarizəsi görürük. Ara pası keçmədi. Ramil pası yenə Rüfətdə qaldı. Müdafiəçisi ilə oynayır. Eyşəndən gözəl pas. Elmar irəliləyir. Oyuna pas atmaq olmaz. Kapitandan blok. Hava toplarında Eyşəni üstələmək çox çətindir. Çünki boyu əməlli başlı böyükdür. 1.90 neçədir şəhət oyuncusu. Bəli. Ağıllı faul deyərdim mən buna. Kapitandan gəldi Rüfətdən. Topun başında Elmardır. Qeyd etmişdin ki, Elmar ancaq qapını görür. İndi qapını görə biləcək mi Elmar? Elmar. Elmarın zərbəsi dəqiq olmadı. Yox, qapıdan yan keçir. Qapını görür Elmar. Qapını görmədi. Qol vuran oyunçu Məzahir. Gözəl hərəkət gördük. Zahirə doğru tırmanır. Bəli, hərəkəti doğrudan da haqqını verdi. Rüfət topu qəbul edə biləcəkmi? Yox. Out. Fərid Məmmədov çox yaxın idi epizoda və out deyir. Cənaha gözəl dəyişmişdi. Kapitan Zamiq topu yerinə yetirəcək. Elmar gözəl qəbul edir. Elmar nə edəcək? Ötürsün. Elmar müdafiəçisi ilə oynayır Eyşən. Eyşəndən Zamiqə pas dəqiq olmadı. İxlas komandasında yenə də paslar düzgün getmir. İki tərəfdə də itkilər var. Tək İxlas komandası deməzdim. Rüfət oynayır. Bəli, Məzahirin pası dəqiq olmalı. Zamiq uğurladı. Bəxtiyar. Bəxtiyar! Möhtəşəm qol. Qolu ilə sevindirir komandasını. Bəxtiyar. Bəli. Hesabda 2-1 öndədir. Və İxlas komandası hesabda geriyə düşür. Topun başında Elmar topu daxil edəcək. Və top başladı. Eyşən. Eyşən baxaq bu səfər komandasını sevindirə biləcəkmi? Komandasının qolunu vuran oyuncudur. Zamiq Eyşənlə oynayır. Bravo düşür. Görə. Möhtəşəm oynayır. Məzahirdən blok. Out İxlas komandası. O bırak gəldi. Eyşən topu yerinə yetirəcək. Elmarla oynayır. Elmardan qapıcıya pas. Ceyhun. Ceyhun komandasını irəli səsləyir. Ramildən uzun bir pas. Dəqiq olmadı. Qapıcıda qalır. Rüfət kapitan. Kapitan pası. Toxunuş var idimi? Yox. İxlas komandası topu yerinə yetirir. Elmardadır top. Elmarı biz müdafiədə görmürdük Yunis. Uzun bir pas, qapıcı yerindədir. Sanki müdafiə
qabağa, hücum isə geriyə gedib. Sastavda dəyişikliklər var. Bəxtiyarın pası gözəl oldu. Qapçı ilə özbəyizdi. Qapçı ayaq qoyur. Bilmədi. Qapçıdan gözəl seyv görürük həqiqətən də. Qocalar evi gözəl hücuma çıxdı, amma qol olmadı. Kapitan Rüfət top istəyir. Gələcəkmi? Yox. Ona verilmədi. Oo, top direğe dəyir. Azca sıyrıldı. Uzun bir pas qapçıdan gəlir, amma dəqiq olmadı Bəxtiyar. Bəxtiyarın uc zərbəsi Lekaşek getdi, bəli. Məzahilə dəymişdi top, amma qapçı yerində idi. Elçin. Elçin müdafiəsi ilə oynayır Eyşən. Eyşəndən ara pası Emil. Soxları sağa sola Elmar. komandası. Ramil, Elmar, gözəl pas. Eyşən ikinci qol vura biləcəkmi? Eyşən zərbəsi qapçı yerindədir. Bəli, bəli. Ondan gözəl seyv. Qapçı yerdədir. Hələ də top İxlas komandasındadır. Yox, Bəxtiyar oğurladı. Yenə də top Qocalar evində qalır. Bəxtiyarın oradan da müdafiədə köməyini görürük. Eyşənin zərbəsi də gözəl. Time out. Bəli, time out bitir. Qeyd edim ki, dəyərli spiker yoldaşım Yunis'in 22:00-da oyunu olduğuna görə yanımda deyil hal-hazırda. Onun oyunu mən şərh edəcəm. İnşallah ki düzgün şərh edərəm, heç bir problem olmaz. Qeyd edim ki, Qocalar evi hesabda öndədir 2-1. İxlas komandasındadır top. Ramil nə edəcək? Pası dəqiq olmadı. Kapitan Rüfət topu yerinə yetirəcək. Önə baxır, yox, geriyə oynayır. Müdafiəçisi ilə oynayır. Pressing görürük, Elmar almışdı, amma yenə itirdi topu. Məzahir, ilk qolun sahibi, zərbəsi qapçı yerindədir. Bir zərbə Ramildən blok. Məzahir nə edəcək? Blok qoyuldu, bir daha al. Qocalar evi topu yerinə yetirəcək. Cinahı dəyişir. Kapitan çata biləcəkmi? Bəli, çatdı da. Kapitan, bəli, itirdilər. Qocalar evi topu itirdi. İxlas komandası yerinə yetirəcək. Ramildən pas. Elmarın pası dəqiq olmadı, amma itirmir. Top Elmarda qalır. Ramil oynayır. Ramil nə edəcək? Qapçı oynayır. Bəli, ən düzünə etdi. Qapçıdan uzun bir pas. Çata bilmir Elçin topa. Qeyd etmək lazımdır ki, Qocalar evin qapçısı Ceyhun gözəl çıxış edir. Out yerinə düz yerinə yetirilmədi və bir daha out. Eyşən topu yerinə yetirəcək. Eyşən baxır kimə verəcək? Elmar. Elmar topu qəbul edir. Elmar irəliləyir. Elmardan pas dəqiq olmadı, oğurladılar. Bəxtiyar topu qəbul edəmədi. Hər iki tərəfdə itkilər var, qeyd edim. Ramil topu yerinə yetirdi, Elçin. Elçindən pas Eyşənə. Eyşən zərbə vuracaqmı? Zərbəsi qapıdan yan keçir. Toxunuş mu var idi? Yox. Qapıdan zərbə. Sadəcə olaraq hakim etirazlara görə başa salır hər iki oyuncuya. Pas dəqiq oldu. Məzahir. Bəxtiyar topu oğurlaya bilmədi. Ramil oğurladı. Elmar. Elmarın zərbəsi qapçı Ceyhun yerindədir. Gücdən zərbə olacaq. İxlas komandası tələsir, çünki hesabda geridədir. Eyşən önə gəlib, amma pas gəlmədi ona. Bəxtiyardan pas. Məzahir. Elçin. Davam deyir hakim. Elçin nə edəcək? Elçin zərbəsi qapıdan yan keçir. Qocalar evinə etirazlar var Fərid Məmmədova qarşı. Fərid Məmmədov bunları başa salır və bildirir. Davam demişdi. Top Qocalar evindədir. Nə edəcək? Pasını verir Bəxtiyar. Bəxtiyarın zərbəsi dəqiq olmadı. Elmar qapısına bildirir ki, tez oynamaq lazımdır. Qapıcı topu yerinə yetirdi. Eyşən. Eyşən baxır. Top istəyir müdafiəçisindən. Elçin.
Yenə Elşənlə oynayır. Elşən arapası. Emil. Emil Elmar'la oynayır. Elmar baxır. Nə edəcək? Müdafiəçisi ilə oynayır Elçin. Elçinin arapası. Ramil nə edəcək? Ramilin zərbəsi blok qoyulur. Top Emildədir. Emil nə edəcək? Elmar'la oynadı. Elmar geriyə çəkilir. Heç kim yoxdur. Oyuncular tutulub. Qocalar evi müdafiə oturub. Emilin zərbəsi blok. İxlas komandası yerinə yetirəcək. Həqiqətən də Qocalar evi qapanıb. Gözəl oyun nümayiş etdirir. 2-1'dir. Hesabı qorumaq istəyir. 1-0 öndə olmağına baxmayaraq hesabı 1-1 etmişdi İxlas komandası. Amma indi hesabda 2-1 öndədir. Qocalar evi Bas Bəxtiyara, qapıcı önə çıxır. Top uğurlayır. Keçə biləcəkmi? Bəli, top qapısında qalır. Hələ də irəliləyir. Çox maraqlıdır. Qapıcı nə edəcək? Uğurladılar. Rüfətin birbaşa zərbəsi dəqiq olmadı. Kapitan Rüfət tələsdi məncə. Qapıcı öndə idi. Tələsməyib komandasını 3-cü qolla sevindirə bilər dəqiqətən də. Elçin. Elçindən pas Elmar'a. Elmar nə edəcək? Elmar bir nəfərə sıyrılır. Zərbəsi qapıcı Ceyhun yerindədir. Ən yaxşı oyunculardan biridir qapıcı məncə. Ələ dəyir. Məzahirin əlinə dəyir. Elçin topu başlayacaq. Hakimdən 5 istəyir. Hakim də canlı səhti qurur. Qapıcıdan tapşırıqlar gəlir komanda yoldaşlarına. Elçin. Elçinin yerlə pası toxunuş olmadı Elmar tərəfindən. Və Elçindən top çıxır elə. Qapıcı Ceyhun topu yerinə yetirir. Rüfət. Kapitan uzun pası keçdi. Bəli, Bəxtiyardadır. Bəxtiyar nə edəcək? Bəxtiyar məncə zərbə deyildi. Bu pas idi, amma uğurlu olmadı. Elçin oynayır qapıcı. Elçindən pas Emil topu saxlaya bilmir və qapıdan zərbə. Ceyhun müdafiəçisi oynayır. Tələsmirlər. Rüfət. Rüfətdən uzun pas. Bəxtiyar topa çatırmı? Yox. Bəxtiyar buraxdı ki, topu rahat ram eləsin, amma alınmadı. Ramil'lə oynayır. Elçin. Elçin irəliləyir. Pası keçdi. Emil. Emil'in pası dəqiq olmadı. Məzahir irəliləyir. Elçin blok qoyur, amma Məzahir cərimə edir. Elşən tez topu yerinə yetirdi. Elmar'dadır top. Elmar içəri daxil olur. Pası verdi Ramilər. Ramil'in pası yenə uğurlu olunur. Rüfət. Məzahir. Tələsmə də. Başa düşmədi Bəxtiyarla bir-birini Məzahir. Elçindədir top. Elçinə uzun pas. Yox. Dəqiq olmadı. Məncə İxlas komandası tələsməlidir. Hesabda geridədilər. 44-cü dəqiqədir. 44-cü dəqiqə deyəndə ilk öncə şəhidlərimiz yadında düşür. Bəli, 44 günlük müharibədə təkcə şəhidlər yox, qazilər, veteranların da böyük rol oldu. Allahdan şəhidlərimizə rəhmət diləyirik. Qazilərinə və veteranlara can sağlığı arzulayırıq. Top Qocalar evindədir. Gözəl paslaşmalar görürük. Topu çıxmağa qoymurlar. Uğurladı Elmar. Zami, kapitan zərbəsi. Müdafiəçi blok qoyur. Artıq İxlas komandası tələsir, bəli. İndi tələsməyini görürük İxlas komandasının. Pas keçmədi Zamiqə, amma Elçin sərfini düzəltdi. Elşən irəliləyir. Zərbə, bəli, qapıcı yerindədir və topu qucağına alır. Baxır. Önə atdı topu. Bəxtiyardadır top. Qəbul edirmi? Bəli, Bəxtiyar uğurladı topu. Bəxtiyar iki oyuncunun yanında. Gözəl hərəkətlər görürük Bəxtiyardan. Hələ də top ondadır. Elmar köməyə gəlir və qurtarır topu. Komandasında qalır. Zamiq müdafiəçisi Elçinlə oynayır. Elçin fikirləşir. Elşən irəliləyir.
Elşən nə edəcək? Elçinlə oynadı, gözəl sıyrıldı. 2 oyunçu geridə qalır. Pas oldu mu? Heç kim yoxdur direğin yanında. Pas idi bu. Out yerinə yetirdi qapıcı tərəfindən Ceyhun. Uzun bir pas önə. Bəxtiyar tələsmə. Bəxtiyar ikinci dəfədir ki artıq belə bir səhv edir. Topa yetişəmir. Amma komandasını həqiqətən də sevindirə bilərdi. 3-cü gol görə bilərdi. Bəxtiyar mən deyərdim ki birinci hissədə daha gözəl oynayırdı. Baxaq nə edəcək. Hələ hissə bitməyib. Komandasını sevindirə bilər. Samik itirdi topu. Uğurladılar Rüfət. Rüfətdə də yanlışlıq oldu və top tərk etdi Rüfətdən. Elmar irəliləyir. Kapitan yanındadır. Geriyə verməli olur. Elçin. Elçindən pas. Emil. Elmar. Elmar nə edəcək? Topla oynayır. Elçin. Hər ki İxlas komandası hücumda dəqiq ola bilmir. Elşən qoşulmuşdu amma pas da dəqiq olmadı və qəbul edilmədi usta. Ceyhun topu başladı. Qocalar evi gözəl oynayır Bəxtiyar. Nə edəcək? Bəxtiyar sıyrılır, blok qoyuldu. Cərimə. Elçin yerdə qalır. İxlas komandası yerinə yetirir. Emil tələsir, Zamiklə oynayır. Zamikdən Elmara pas. Elmar irəliləyir. Elmarın zərbəsi. Qapıdan yan keçir. Qapıdan zərbə. Toxunuş yox idi qapıcıdan. Elmar dəqiq ola bilmədi. Top müdafiəçidədir. Nə edəcək? Uzun bir pas görürük. Bəxtiyar. Yox, Zamik başla zərbəsi önə keçir. Rüfət, Elmar. Cərimə, bəli. Elmarın birbaşa zərbəsi. Toxunuş var idi Ceyhundan, bəli. Qapıcı bir daha seyv edir. Qapıcıdan bu oyun çox seyvlər görmüşük. O qapıcının yüngül toxunuşu Elşənin başla zərbəsinin qarşısını alır. Elşən sevindirə biləcəkdi komandasına, az qalmışdı. Qapıcıdan bir blok və top yenə qapıcıdadır. Elçin topu uğurlamaq istəyirdi amma qapıcı qoymadı. Gözəl daban pası, gözəl paslaşmalar. Bəxtiyarın pası keçmədi amma yox. Ay, ayağı sürüşməsəydi topu qəbul edirdi həqiqətən də Qocalar evinin oyuncusu. Gözəl əks hücum gördük. Uğurlu olmadı amma. Samikdən pas Elçinə, cərimə. Qeyd edim ki 48-ci dəqiqədir. İkinci hissənin bitməyinə çox az qalıb. Hesab 2-1-dir. Qocalar evi öndədir. İxlas komandasına hələ də qol görə bilmirik. Baxaq İxlas komandası ikinci məğlubiyyətini mi alacaq? Çox maraqlıdır. Blok gəlir Qocalar evindən. Həqiqətən də Qocalar evi komandasına motivasiya yüksəkdir. Hesabda öndədirlər. Bir-birlərinə dəstək olurlar. Yoldaş hakim Fərdi Məmmədov 1 dəqiqə deyir. Əlbəttə Qocalar evi tələsmir. İxlas komandası pres eləyir. Yox, boşluq verirlər və Rüfətdədir top. Rüfətin uzun pası, toxunuş var idi. Zamik başla pası. Emildən pas dəqiq olmadı. Qocalar evi tələsmir, müdafiəsində oynadı. Məzahir kapitanla oynayır. Kapitan Rüfət pası keçmədi, Elşən blok qoyur. 5 deyir. Rüfət topu yerinə yetirəcək. Uzun bir pas. Bəxtiyara keçmədi. Zamik blok qoydu. Qocalar evi başlayır. Geriyə oynadı. Müdafiəçidə top. Ara pası qəbul edənmir. Və ikinci hissə bitir. Qocalar evi 3 qələbəsini qazanır. İxlas komandası isə ikinci dəfə məğlub olur.